Siz Yasin oxuyursunuz. Bunun ölüyə nə xeyri var? Oluyor. Yad eləyir də, nətər yəni? Necə yad? Məsələn, mən ölmüşəm. Quran oxumaq savabdır, savab. Quranın nə savabı var? Bax, oxuyursunuz. Məsələn, hər hərfi tərcüməsini bilirsiniz. Neçə ayə var, neçə surə var Quranda? Quranda mən ilahiyyatı qurtaracağam, ilahiyyatı. Neçə ayə surə var? Maraqlıdır. 114 dənə surə var. Hə, ayə neçəndə? Ayə də bir 6500 neçə təqribən belə ayəsi var. Hə. 6666. Siz ikiniz də heç ayələrin sayını bilmirsiniz, amma 6200 neçə ayədə belə tam bilmirəm. O mənası yoxdur. Asakal bir şey deyim sizə. Bu cavan da başa düşdü. Siz neçə ildir yəni dində olan insan kimi görünürsünüz. Siz Quranda olan ayələrin sayını bilmirsiniz. Sizin ölüyə necə bir xeyir? Bax deyirsiniz 6666 ayə var. Düz deyirsiniz? 6260 neçə ayə, 60 belə ayə var orada. Hə, yaxşı. Sizin oxuduğunuzun ölüyə nə xeyri var? Sizin oxuduğunuzun. Nətər yəni nə xeyri var? Baxın mən ölmüşəm. Siz mənim üçün Yasin oxuyursunuz. Mənə nə xeyri var? Yasin oxumağının əcri var. Allahın kitabıdır, düz deyil. Əcri nədir? Əcri. Onu sən mən əcri var, onu Allah bilir. Nə savabı var? Harda yazılıb ki, onun ölüyə savabı var? Ölüyə savabı yoxdur, Quran oxumağın savabı var, əcri var. Sənə savabı var, sən də oxuyursan onun savabını hədiyyə eləyirsən bə. Dünyada ümumiyyətlə hansı elm mənbəyində, hansı kitabda, harda yazılıb ki, Yasinin ölüyə, ümumiyyətlə Quranın ölüyə xeyri var? Ölüdən çox diriyə xeyri var. Siz bilirsiniz Quran dirilər üçündür. O konstitusiyadır, o qaydalar kitabıdır, necə yaşamağın qaydalarıdır. Onun ölüyə nə xeyri olar? Hədiyyə eləyir o savab da o Allahın bildiyi hikmətdir. Ya demək çünki siz ölü sahiblərini aldatmaqla məşğulsunuz da burada. Mən gəlib kiməsə zorla Yasin oxusam. Yaxşı, mən avamam, gəlirəm sənə deyirəm ki, ölümə mən hədiyyə vermək istəyirəm. Siz mənə Yasin oxudunuz, mən ölüyə başqa nə hədiyyə, belə çıxır, öldü getdi. Sənin dediyindən belə çıxır ki, öldü bu. Bu şey bozduq. Onda sən əks argument gətir, sübut elə ki, elə deyil. Yaxşı, gedirsən 100 manatdan pul verirsən, məsələn bax, biri burada. Bu çəkələlər, qoyur güllər, hə. Onun ölüyə nə xeyir olur? Heç nə, mən deyirəm xeyri var. Yox. Sadəcə sizin elədiyiniz ən pisidir. Sizin elədiyiniz ən pisidir. O gülü becərən var, əkən var, o iqtisadi əsası var. Nəsə qazanır amma biz əziyyət çəkib illərlə təhsil almışıq. Sən ayələrin sayını bilmirsən, sən nə təhsil almısan? Sən oxuduğun kitabı, bir söz deyim. Sən oxuduğun kitabın ayələrin sayını bilməyən adam neçə illərlə nə oxumusan? Nə ayələrin sayını bilmirəm, boş-boş danışırsan. Demədin axı, sayını demədin. Dedim də 6365 dənə ayə var. Düz dedim, o qədərdir. 100%. And içə bilərsən Allaha. 6265-dir. Sən səhv de düzün denə. Bax, səhv de düzün denə. Mən bilirəm neçə. Mən sənə niyə öyrətməliyəm? Sən pul qazansan mən sənə öyrətməliyəm. Onu deyirsən, hayır. Nə qədər? 6326 deyil, 6236. 50 dənə ayənin burada o rəqəmdir də, o boş şeydir. 114 dənə surə var. Sən Quran ayələrini boş deyirsən. Bəs necə elədin danışırsan? Ay bu nə? Sən Allahın yazdığını boş deyirsən. Sən mırtdaşmağa gəlmirsən. Mən sənin mırtdaşmağa siz cavab Sən yox, sən